Gəncə şəhərində Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binası açılıb. Açılış mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Prezident Administrasiyasının sektor müdürü Otari Qvaladze, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov, kollegiyanın rəisət heyətinin üzvləri, vəkillər və media nümayəndələri iştirak ediblər. Əvvəlcə ümummilli lider Heydər Əliyevin Gəncə şəhərindəki abidəsi ziyarət edilib, Heydər Əliyev mərkəzi ilə tanışlıq olub. Sonra Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binası açılıb. Açılış mərasimində vurğulanıb ki, Gəncə şəhərində fəaliyyət göstərən vəkillərin sayı 70-ə, vəkil bürolarının sayı isə 3-ə çatıb. Yeni binanın vəkillərin keyfiyyətli fəaliyyəti üçün mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub. Binada 21 iş otağı, konfrans zalı var. Burada yüksək səviyyədə iş şəraiti üçün mühüm məqamlar nəzərə alınıb. Vəkillərin peşəkarlıq səviyyəsinin artırılması üçün görülən tədbirlərdən də söz açılıb.